Yəni də deyim, aclıq aksiyası keçirdirik Almaniyanın Berlin şəhərində, kanslerin iqamətgahının girişində palatkalarımızı qurmuşuq. Aclığımızın səbəbi Azərbaycan hakimiyyəti. Günahsız yerə şərlədiyi 9 jurnalist, 6 inanclı xanımdır. Birlər inanclı xanımların məhkəməsidir. İsmail Biyaqları gəldi, Aynur o işlə məşğuldur. O məhkəmədən nə olacaq, nə olmayacaq bizə deyəcək. İlham Əliyev də, Mehriban Əliyev adam. Bu günləri bizim tələbimiz 15 xanımı azad edilməsidir. Biz onlara görə aclıq edirik. Görürsünüz, burada İlham Əliyevin plakatı yoxdur. İlham Əliyevi təhqir edən yoxdur. Aşağılayan yoxdur. Sivil qaydada, qardaş, İlham Əliyev azad et. Yəni Azərbaycana siqnal ötürürük. Bildim Aynur. Azərbaycana siqnal ötürürük. Sizdən xahiş edirəm, maksimum şəkildə ekranı paylaşın, 100.000 kanı keçək. Ekranı tıklayaq. Tıklama 78.500'dür. Ona görə də dərhal hamımız ekranı bəyənirik və paylaşırıq. İsmail jetonun vardıqsa bir dənə 20'li 30'luk sandıq qoy dinəndə zəhmət olmasa var onsa. Olsaydı lap çox koyardım ama bizi ölkədə mümkün deyil sandıq. Onlarda sandıq qoyulmur afış. Bunlar oligarx ölkəsidir. Reklam eləmə, düşəcəksən bana. Sandıqlar da var. Arı zarafatsız dirəmə heyifdir, yayım gedəcək, zarafatsız dirəmə. Yayım gedəcək, o bir sinasızdır. Yayımdan çox yayım. Salam əleykim, salamlayıram hamınızı. Salam Hüsnü, salam. Necəsiz, nə var, nə yox? İsmail, nətərsən İsmail? Nə var, nə yox? Necəsən? Sağ ol, sənə güllələyəcəm. Niyə? Ne üçün? Gülləni mən vururam hələ ki. İsmail, mənə bax, səsini bağla, amma qulağın maaşı biraz dərinə qoy, eşidəsən bunu. Sabahları Bundestagda orada Avropa Birliyi Qafqaz ölkələrinin prezidentləri ilə görüşü keçiriləcək. Çika bomba. Amma hələ məlumat yoxdur ki, İlham Əliyev gələcək. Qafqazdır, gizli saxlayır. Möhkəm durun. O bayrağın çıxardığın turbasını alını saxlayın. Bunu dedə, Ataş bunu dedə. Yəni Qafqaz ölkələrinin teması orada. Biləsiniz. Neyse İsmail, özünə yaxşı bax. Libertə sənə salamlayıram. Hara gedirsən? Yala gedirəm əqəş. Sən canlıdasan da mən nə danışım ki? Oldu davay sağ ol. İsmail, hərdən açıq danış. Mən də işləyəm. İsmail, Hüseyin budur ya. Var razvedkasını gördün. Bir dənə məlumat verdi, tutarlı məlumat getdi. Sənlə mən bir saat oturmuşuq burada, elə özümüz bir-birimizi tərifləyirik. Maraton razvedkasıdır bu. Sağ ol, davay hələlik. Mən bir şey eşitdim dönənlərə, mühacirlərdən kimsə deyəsən Bundestaga Liberty məktubda yazır. İndi sən onu eləyə bilməzsən, amma ətrafında tanıdığın mühacir varsa... Hüseyin, bir ay İsmail bizə dəqiqə. Ay Hüseyin, onu at da mənə WhatsApp-a, onu harada oxudun? Onu at mənə WhatsApp-a. Polislər belə bu yana, bu yana gedirlər. Buyur, danış isi, danış, mən bir dənə şeyə məktub yazım bir dənə. Aysi. Danışın, efiri bəyənin və danışın, buyur. Aşağıda sağ tərəfdə ox işarəsi var. Oraya girirsən, sonra sol tərəfdə ortada iki də sarı belə ox işarəsi var. Oraya basın amma bir dəfə, ikinci dəfə basız repost olacaq. Bir dəfə hamımız repost olacaq. İsmail, 1 il yarım deyim, mən ondan istifadə edirəm. Ay, hər kəsi salamlayıram, Liberty, səni də xoş görürəm. İsmail, sən vətən xainisin, xəbərin var, utanmırsan sən, tərbiyəsi. Cuhur.
Orhan diyor ki o yana gelirler, bu yana dayan da eşittir. O yana gelirler, bu yana gelir. Orhan sen de o yana gelir, bu yana gelir. Bir de xahiş edirəm, bir daha xahiş edirəm. Ölkəmizin başçısı cənab İlham Əliyevə qarşı heç bir təhqir edici cümlə işlətməyin. Xahiş edirəm. Güzel dostlar, güzel canlar, benim güzel soydaşlarım, halkımın, milletimin iki oğlanları. Bak ben öz bacım oğlu için yazık düştü, yattı 8 il. Başına elini açmadı, oyun qalmadı, türbə rəysin. Yaxşı, mən ona müraciət eləmədim, xahiş də eləmədim. Əksinə, Qəlmət Zahidin verilişində çıxdım, çöydüm, batırdım, hamısı. Amma indi mən xahiş edirəm. Xanımlara göre xahiş edirəm. Ölkə başçısı. Sabah geldi. Leyla zaten şeydədir də, bondadır. İsmail bilirsən. Qadın yox, gözlü görün, oradan tapıram. Zaten alın. Leyla bondadır zaten. Yəqin İlham Əliyev də sabah gələn. Gəlin xahiş eləyək. Aleyküm salam, aslı kız. Xahiş eləyək. Deyək. Bizim ayrımlarda bir mesel var. Deyir götürməklə ağız murdar olmuş. Valla. Gəlin eləyək, eybi yox. Gördüyümüz işin nəticəsi olaraq. Bəlkə İlham Əliyev xalqa qarşı bir gözəl humanist addım atar. Xalqa sübut, dayan da verir. Xalqa sübut eləyər ki, mən humanistəm. Hakimlərin, vəkillərin, müstəntiqlərin gördüyü işdən xəbərim yoxdur. Gelin bu yönden, bu yöntemden bakalım ve danışalım. Zərər yoxdur. Tek azadlıq olsun. Ama kimsə hədiyyə atdı. Kim atdı? Teşekkür edirəm. Ay, vallahi. Aldı, bəli. Hə, yo İsmail zaten vallahi yenə deyirəm. Acılamakla bir şey olmur. Ama Hova deyir dağa qaldırar, Hova dağdan indirər. Her şeyin başını bırakın dostlar. Müvəqqəti də olsa susmaq lazımdır. Yenə deyirəm, tozluların bir sözü var ki, köpəklə ağız murdar olmur. Bu uşaqların əziyyətinə görə, bu uşaqların çəkdiyi... Nəsə deməyim, indi ortadan ağzına gələni də deyəcəyim, ha. Vallahi adam pis olur, həqiqətən. Hamımız evimizdə rahat oturmuşuq. Bir saat İsmail, bir saat neyse düzə bilmirsən. Aspirat olmuşdur, ona görə də biraz bir oldu, gələ bilər. Amma uşaqlar görün neçə gündür, 78, neçə saat eləyir. Bir xoş gəldin. Sən Buyur. Allah başıma gələni deyirəm, amma bir günləri dostuma deyirəm ki, bir də naruşniki tax arxadan qoluma, qabaqdan heç deyildi biraz. Bir də arxadan tax qoluma naruşnik, hələ belə istəyirəm, hiss edeyim də. Burada İsrail, neyse. Hüseyin, o məlumatı harda oxumusan onu at da mənə Atəş. İsmail gör.